Deyirəm havalar qızmayınca bizə yaxşı gündəm qismət olası deyil də. Qar yağan rayonlarda maşınlar qəza eləyib, yağış yağan yerlərdə də başqa problemlər çıxıb. Cəlilabadda yağış sel suları gətirib və körpü qəzalı vəziyyətə düşüb. Bu körpünü tikiblər ki, insanlar sudan rahat keçə bilsin. Amma su gələndə körpü davam gətirmir. Elə kasıbınki yay deyə vallah. Düzdür, dağlıq yerlərdə bahalı maşınlar sürüşüb qalıb, amma yenə də kasıbınki yay deyə. Biz qışda istədiyimiz o nağıl kimi həyatı təəssüf ki, yaşaya bilmirik. Abşeron rayonu Məmmədli kəndində evləri su basıb. Anasan ay dədəyi. Bax görürsüz, biz bu fəsillə başa çıxa bilmirik. Bu soyuqda öz əməllərindən qalmayan adamlar da var. Samuqda 38 yaşlı kişi marketdən siqaret oğurlayıb. Özə nə az nə çox 2000 manat dəyərində tütün məhsulları götürüb. Qışın günündə, qar qiyamətdə sən neynirsən axı o siqaretləri? O marketin kamerası adamın gözünə girir. Oro boyda mal ayıran, yəqin ki 100 manatda ayrı bir kamera qoyar da yuxarı. Düzdür, siqaretlərin qiyməti qalxıb deyə 2000 manatlıq siqaret o qədər də çox eləməz. Amma ziyan olaraq oğurluqdur da. İndi bu əmələ görə oturacaq həbsxanada gözləyəcək ki, kimsə buna çöldən siqaret göndərsin. Hələ sizə bir adam göstərəcəm. Cinayət eləməyib, amma elədiyi oğurluqdan da təhlükəli şeydir. Bakıdan Gəncəyə yola düşən avtobusun sürücüsü yol boyu sükanı buraxıb oyun oynayırmış. Təsəvvür edirsiniz, bir insan nə dərəcədə məsuliyyətsiz olmalıdır ki, bunu eləsin. Bu sürücünü işdən kənarlaşdırıblar. Belə adam başa düşmür ki, hadisə bir anın içində olur və neçə can gedə bilər. Mən başa düşmürəm, nə təfəkkürdür bu adamlarda. Oyun oynamaq istəyirsən, otur evində oyna da. Elə yaxşı eləyib işdən çıxardıblar səni. İndi ürəyin istədiyi qədər oyun oynaya bilərsən. Canımıza əmanət elədiyimiz adamlara bax da. İndi gəl belə düşüncəsiz adamları görüb qışı nağıl kimi yaşayacağını düşün. Hələ yaxşı ki, bizdə Kamçatkada baş verən fırtınadan olmayıb. Biz Bakıda 10 sm qarda qara günə düşürük. O fırtına bizdə olsa dəhşət olar. Bir şəkillərə baxın. Qar binanın 2-ci, 3-cü mərtəbəsinə qədər yığılıb. Bu haçana əriyəcək, haçana təmizlənəcək mən bilmirəm. Bunu hansı texnika təmizləyə bilər, mən onu da bilmirəm. Amma nağd bizdəki 50 lapatqalı bələdiyyə işçiləri təmizləyə bilməz. Bizdə yoldakı qarı yığırlar səkiyə, o da əriyib buzdaşır. Yaz gəlir, o qar ərimir, qalır orada elə. Şəhərin estetikası da bir tərəfdən pozulur. Amma yenə də şükür bu günümüzə ki, Kamçatkadakı fırtınadan bizdə yoxdur. Cəlilabadakı körpü bir günlük yağışa getdi. İndi qarı özünüz düşünün. Özdə tək Cəlilabadda deyil, Masalının Təklə kəndində də analoji hadisə baş verib. Başqa yerdə yol var ki, yoxdur qaqa, yox. Cəlilabadda yenə körpü qəzalı vəziyyətə düşüb qalıb. Masaldakı körpünü sel özü ilə aparıb. Bu balaca çayların üstündəki körpülərin mahiyyəti nədir ki, onu möhkəm eləmirlər? Yəni burada körpü tikəndə heç vaxt burada təbii fəlakət olmayacaq iddiası ilə tikirsiniz. Bu bir siz nəyə oxşuyur? Elə bir ki, yayda ev tikirsən, dam qoymursan ki, onsuz da yağış yağmayacaq. Ay qardaş, çay üstündən körpü tikəndə bu çayın daşma ehtimalını da hesablayın da. Bütün ədəbiyyat çayların daşması ilə bağlı şeirlərlə doludur. Heç olmasa onlara istinadən bunu eləyin. Lalə ilə özü desin, özü eşitsin. Bu arada bir müddət əvvəl yol qəzasında beyin travması keçirən 10 yaşlı Sərxanı xatırlayırsınız? Uşaq məktəbdən aldığı hədiyyəyə baxarkən qəza keçirib və ağır travma almışdı. Amma çox şükür Sərxan yaxşılaşdı, xəstəxanadan çıxdı. Onu qəza anında xilas edən adam isə bu şəkildə gördüyünüz oğlandı. Şuşanın icra başçısı olmuş, otağında qətlə yetirilən Mikayıl Gözəlovun oğlu Müşfiq Gözəlovdur. O vaxt atasına necə hörməti olubsa, oğlu da eyni yoldadır. İndi polis əməkdaşı olan Müşfiq Sərxanı xəstəxanaya maşınla aparıb vaxtında çatdırıb və hər şey gözəl sonluqla başa çatıb. 3 yaşında atasını itirən oğlan özü böyüdü, bir atanın övladını xilas elədi. Amerikadan bizi paylaşıb hazır olun demişdilər. Nə oldu o işin axırı? Biz belə hazırıq ayın 21-də olacaq Qarabağ Ayntraxt oyununa. Komandamızı dəstəkləmək üçün yağış qar bilmədən yanlarında olacağıq. Ondan da qabaq sabahki 20 yanvar anım gününə hazırıq. Şəhidlərimizi şərəflə yad etmək üçün hər il olduğu kimi bu ildə anım günü tədbiri olacaq. Bu xalq 100 ildə keçsə, 1000 ildə keçsə başına gətirilən dəhşətləri heç vaxt unutmayacaq. Sinəsini güllə qabağına verən oğullarını, qızlarını hər zaman yad eləyəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin.